Salam hörmətli izləyicilər. Bu günlərim sizlər üçün Golf 4 avtomobili ilə bağlı öz birinci videomu çəkəcəm. Bu videoda necə oldu ki bu maşını aldım, daha sonra ki bu maşın haqqında fikirlərim, daha sonra hansı problemlərlə rastlaşdım, almağı tövsiyə edirəm, etmirəm. Bu barədə sizin üçün qısa bir video çəkəcəm. Hava yağışlı olduğu üçün maşını çöldən çəkmirəm, maşının içində əyləşib. Həm maşının içi barəsində biraz sizə məlumat verəcəm. Həmçinin də ki, dediyim kimi də başıma gələnləri. Deməli, avtomobili 1 il olar almışam. Avtomobili almağıma səbəb internetdə ən ucuz və xarici görünüşü ən sərgəl olan maşınlardan biri olduğu üçün bunu aldım. 6500 manata aldım. Ruslan adlı bir qardaşdan aldım. Sağ olsun, avtomobilə yaxşı baxmışdı. Düzdür, avtomobilin mühərrikində müəyyən problemlər var idi. Onu da ehtimal edirəm ki, yəqin ki, məlumat olmayıbdır. Deməli, avtomobili 6500-ə aldım və alanda da mən bilirdim ki, bunun mühərrikini dəyişiblər. Bunun elə bir ki, üstünə Polo 4-ün, lap dəqiq desək, Golf 5-lərin 1.4 bud mühərriki qoyulmuşdur. Bu da təbii ki, 2007-ci il mühərrikidir. 99-cu ilin maşını üçün bu yaxşı bir, belə deyim də, bir əlamətdir. Çünki təzə mühərrik bunun ömrü də daha uzun olacaq. Deməli, nədən başlayaq? Mühərrikin iş prinsipi el arasında priboy deyilən bir şey. Onun olduğu üçün mühərrikin qalovka hissəsini söktürdüm və məlum oldu ki, 16 klapanın demək olar ki, 16-sı da yanmış vəziyyətdə idi. Klapanlar dəyişdi, klapan salnikləri dəyişdi, şamların 4 ədəd salnik olur, onlar dəyişildi. Üst qapaq germetika ilə otuzduruldu və bu mənə başa gəldi 600 neçə manatasa belə bir şey. Ondan sonra avtomobil çox ekonom işləyir. Trasda 5.3 ilə 6 litr arası işlədir. Yəni bunu kondisionerlə də işlətdiyim vaxtlar olubdur. Daha sonra şəhər içində 7.3, 7.5, 8 və bu formada, yəni tam sıx probkada yanacaq sərfiyyatını ölçməyə mənim fikrimcə mənası yoxdur. Yəni onda o artıq sürüşdən asılıdır. Keçək maşının özünə. Deməli, maşında mövcud funksiyalar. Arxa güzgülərin qızdırıcısı mövcuddur. Güzgüləri idarə eləmə mövcuddur. Daha sonra faralar içərdən idarə eləmə mövcuddur. Sonra priborun işığını artırıb azaltmaq mövcuddur. Ondan sonra dediyim kimi şüşə qızdırıcısı mövcuddur. ESP sistemi mövcuddur. ABS OH qaydasında ABS-nə də söz ola bilməz. Çox gözəl işləyir. Tormos sistemi çox gözəldir. Daha sonra climate control qaydasında da işləyir. Soyuğu soyuq vurur, istini isti vurur. Sonra airbagləri oturacaqlarında da var, qarşısında da var, sükanında da var. 4 şüşənin 4-ündə də şüşə qaldırıb yendirənləri var. Və bu formada avtomobil sizə deyim ki, qiymətinə görə çox gözəl bir maşındır. Almağa dəyər, məsləhət görürəm, 1 ildir sürürəm. Təbii ki, avtomobilə baxımda qonşum Tamilan usta kömək eləyir. Tamilan usta Tural 023 servisində həm çilingərdir, həm avtomat sürətlər qutusu ustasıdır. Bir sözlə bu maşından razıyam. Avtomobili alarkən nələrə fikir verməlisiniz? Əsas məsələyə toxunuram. Bu avtomobili alarkən birinci növbədə mühərriki yoxlatdırmalısınız. Mühərriki yoxlatdırmaq nə deməkdir? 4 silindr var. Mən özümkümlə götürürəm. 4-ünün də kompressiyası yoxlanmalıdır. Məndə kompressiya olmalıdır 11 bar. Əgər kompressiya heç olmasa 1 bar aralarında 1 bardan çox fərq eləyirsə, bu normal deyil. Əgər kompressiya 8 bar və 8 bardan aşağıdırsa, bu da normal deyil. Bu artıq o deməkdir ki, mühərrik yığılmalıdır. Mühərriklə qutardıq. Mühərriki yoxlatdırdınız. Kompressiyası 4-ündə də 11-dirsə, keçirsiniz sürətlər qutusuna. Sürətlər qutusu həm şəhər içində, həm trasda sürülməlidir. Yoxlanmalıdır. Bunu da usta eləməlidir. Bunların sürətlər qutusunda mexanikada rastınıza gələ biləcək problemlər nə olacaq? Bunu qabaqcadan deyim.
Birinci pillə bəzən biraz çətin keçir. Hə, deməli sürətlər qutusunda istər avtomat, istər mexanikanı usta yoxladısa, növbəti mərhələ avtomobilin askı sistemidir. Avtomobilin askı sistemini yoxlatdıra da bilərsiniz, yoxlatdırmaya da bilərsiniz. Amortizatorlara çıxmaq şərti ilə mən sizə müəyyən detalların qiymətini deyəcəm. Özünüz yəni avtomobili almağa dəyər dəyməz ona qiymət verəcəksiniz. Deməli belə, şaravoy, hamısının işlək sözlərlə deyəcəm ki, sizə məlum olsun, 15 manat. Stabilizatorun linkləri cütü 30 manat. Stabilizatorun rezinləri cütü 12 manat. Daha sonra razvalni vtulkalar böyük cütü 20 manat. Balacaların cütü 12 manat. Mən fikirləşirəm ki, bu xərc bu avtomobilin askı sistemi üçün xərc deyil. Qaldı ki, amortizatorlar 55 manatla 150 manat arasında və yaxud da ki, təmirə getməklə yəni düzələn bir şeylərdir. Yəni bunu da mən problem olaraq saymıram. Sonra ən əsas nəyə fikir verməlisiniz? Diaqnostikada aparıb yoxlatdıra bilərsiniz. Amma onu nəzərə alın ki, diaqnostika aparatı ilə işləyən ustaların əksəriyyəti bu sahədən demək olar ki, uzaqdırlar. Yəni mənim rast gəldiklərim avtomobilin əsl problemini ortaya çıxarda bilmirlər, başları çıxmır. Sırf diaqnostikanı ümumiyyətlə maşın almayın. Dediyim kimi, motoru yoxlatdıracaqsınız, sürətlər qutusunu yoxlatdıracaqsınız, askı sistemini yoxlatdıracaqsınız və yaxşı olar ki, maşının deməli ana açarlarını tapasınız. Hansından ki, maşın kodlanır. Qabaq qapıların hər iki tərəfinin açılıb bağlandığını yoxlayasınız və fikir verəsiniz. Qabaq qapıdan bütün qapıları açıb bağlamaq olur, bagajı açıb bağlamaq olur, yoxsa yox. Sonra maşının pult sistemi yoxlayacaqsınız. Bilməlisiniz, bura kitay bloku qoyulub, yoxsa özünün komfort bloku ilə idarə olunur. Yaxşı olar ki, öz açarları hər iki qapını açsın. Yaxşı olar ki, pult sistemi komfort bloka qoşulsun və dediyim kimi də düzgün işləsin. Bu şeyləri də yoxlatdırsanız, mən sizə 4 dənə gedəcəyiniz, yəni usta istiqamətini çəkdim. Bunların 4-ünü də yoxlatdırırsınız. Hansında problem çıxarsa o avtomobilin pulundan çıxarılır. Və bir sözdən alınası maşındır. 4000-dən başlayır qiymət, üzü 12.000-ə kimi internetdə görmüşəm. Normallarının qiyməti 6000, 6500 bu civardadır. Almağa dəyər, yaxşı maşındır. İnşallah gələcəkdə də çalışacağam maraqlı videolar çəkim usta yanında olanda. Yəni müəyyən işlər gördükcə onların videolarını çəkəcəm və sizin üçün paylaşım edəcəm. Sağ olun, var olun. İnşallah yeni videolar olacaq.